Bayram süfrələrinin ayrılmaz hissəsi olan çərəzlərin uzun müddət təravətli qalması üçün düzgün saxlanması vacibdir. Əks halda onlar xarab ola, dadını və qida dəyərini itirə bilər. Ləpəni açıq saxladıqda onlar havadakı nəmi çəkərək yumşalır. Bundan başqa qoz, fındıq ləpəsini pəncərənin yanında və ya günəş altına qoymaq olmaz. Günəş işığı onların tərkibindəki yağlarını oksidləşdirərək acılaşdırır. Novruz bayramı günlərində insanlar tərəfindən ən çox istehlak olunan qidalardan biri də çərəzlərdir. Gün ərzində bir ovuc çərəz orqanizmin gündəlik vitamin tələbatını qarşılamağa kifayət edir. Çünki normadan artıq qəbul edildikdə piylənmə və kökəlmə baş verir, ishala səbəb olur. Həmçinin allergiyalı insanlar üçün riskli məhsul hesab edilir. Çərəzləri qovrulmamış və ya az qovrulmuş şəkildə istehlak etmək məsləhətlidir. Çünki qovrulduqda qidalıq dəyəri azalır. Çərəzləri istehlak etməmişdən əvvəl mütləq şəkildə yumaq lazımdır. Çünki çərəzlər açıq şəraitdə satıldığı üçün çirklənmə ola bilir. Bu da insan sağlamlığı üçün zərərlidir. Ona görə də çərəzləri alıb evə gətirdikdə hər nə qədər istehlak edəcəksə, onu uyğun da yumaq lazımdır. Mən çərəzləri nə qədər istehlak edəcəkdimsə, o miqdarda da yudum və görünən mənzərə heç də ürək açan olmadı. Çünki suyun içərisində müəyyən çirklər yaranıb. Çərəzlər isti və rütubətli yerdə saxlanarsa tez xarab olar və kif əmələ gələ bilər. Onları mətbəxin quru və kölgəli hissəsində saxlamaq daha məqsədə uyğundur. Əgər çərəzlər artıq duzlanmış və ya qovrulmuşdursa, onların saxlanma müddəti təzə və çiy çərəzlərə nisbətən daha qısadır. Onları 1-2 ay ərzində istehlak etmək məsləhətdir. Bir məqamı da diqqətinizə çatdırım ki, əgər müəyyən müddət çərəzləri saxlamaq gələrsə, mütləq ayrı-ayrılıqda saxlanmalıdır. Məsələn, misal göstərim, fındıq və badam. Onların yağ tərkibi fərqli olduğu üçün uzun müddət saxlandıqda yağlar oksidləşir. Bu isə onların keyfiyyətinə təsir edir və dadı pisləşir. Və ev şəraitində saxlandıqda da ayrı-ayrı saxlanmalıdır. Günəş şüası düşməməlidir, sərin, qaranlıq və quru yerdə saxlanmalıdır. Beləliklə, bayram süfrənizdə çərəzlər hər zaman təzə və ləzzətli olacaq. Ruhiyyə Balakişiyeva, Qərib Cavadov, Yalçın Əmirzadə.